Salam mənim YouTube izləyicilərim. Bu gün sizinlə fərqli bir şey eləyək. Hər kəsin elədiyi, mənim hələ heç bir vaxt eləmədiyim Temu bağlamam açım. Temu zakazlarım gəlib. Gəlsin. Necə atırlar orada? Blogerlər belə atır. Sonra yenə var atın. Hamısını birdən eləyim. Bir dənə də gəlin açaq görək. Nələrim var, nələr gəlib, nə zakaz eləmişəm. Hamının bu nədir? Zövqünü bilirik. Görək mənim zövqüm necədir? Mən nələr sifariş edə bilərəm Temudan? Ay. Buna orada görəndə bayılmışdım. Fərqli və kreativ qalstuk. Belə qoyum mən. Geçəkdir. Bəyəndin? Ella Deyvazova deyir ki, bəyənməsən nə olacaq ki? Bu nədir? Sizə bir söz deyim, bilmirəm nə vurmuşam. Sizinlə bir yerdə. Oğluma şalvar. Görün nə gözəldir. Buna bir dənə də qara sarıçqa. Olur stilli oğlan. Maması qurban olsun ona. Görün bu nədir? Birdən o başqa nədir? Alt paltarı falan alaram. Ay Allah qızıma. Bu da qızımındır. Görürsünüz? Nədir o? Rəqsdə giyinməyə. Qızım rəqsdən də çıxdı. Paltarı qaldayıb yox verərəm Albinaya. Çıxartdım rəqsdən qoydum üzgüçülüyə. Rəqsi sevmədilər. Ay dostlar, bu paltara bayılmışam. İndi görüm elə gəlib olduğu kimi yoxsa yox. Hələ ki çıxartdıqlarımın içindən elə bir şey olmayıb ki, deyim onu bəyənmədim. Hamısı superdir. Bu paltara orada ayda eynisidir. Təsəvvür eləyin ki, getdi Temu bağlamam. Belə, bunu da arxadan, arxası belədir. Bunu da arxadan belə kəpənək eləyirsən belə. Çox qəşəngdir. Bunu mütləq ki, əynimdə sizə göstərəcəm. O əynimdə hər hansısa bir məşhurla vlog çəkəcəm sizin üçün. Söz. Ümid eləyirəm. Biraz gözümə böyükdə idi. Ümid eləyirəm ki, böyük gəlməyib. Mən indi bunları açıram, uşaqlar. Ay Allah, yayda dənizin qırağına, dəniz çimərlik paltarının üstündən geyinməyə. Nə gözəldir. Elə ayda belə krasovka ilə evdə də çölə də geyinmək olar. Bir söz deyim. Mən bunları açıram, amma Qusinin gözü yaşdı. Çünki bura çıxır. Vlog qutaran kimi ki, qaçıb gedəcəm, oradan mənə tərs-tərs baxır. Baxın. Qızıma şirin rezinkalar almışam. Rənc-bərənc. Sən üstünə atım. Ona bax, deyir buradan elə üstümə at, oradan elə yerindəcə yığışdırım. Bu nədir? Oğlum idmana gedir balacası. Baxın. Görün nə gözəldir. Atası seçib amma. Bilirsiniz də, oğlumun atası, yəni mənim sevimli həyat yoldaşım. İndi hamı elə bilər ki, ayrılmışam, oğlumun atası deyirəm. Həyat yoldaşım bizim Dünya Avropa çempionumuzdur axı. Ona görə... Nə? Uşaqlar, bunu, baxın, My brother did it. Bunun bir dəndəsi də var. Orada da my sister did it. Bir-birinə belə əllə göstərirlər. Mənim əkiz uşaqlarım üçündür. İndi hamı deyəcək ki, böyük uşağı və övladlıqdır. Ona niyə heç nə almamısan? İnanın ki, uşaq böyüyəndən sonra problem ondan çox böyüyür. Mənim böyük oğluma heç nə ala bilmirəm. Çünki istəmir. Ancaq brend alır. Brend nə? Marka alır. Ancaq firma olmalıdır, nə bilim. Üstündə ən ucuz aldığı cotton filandır. Ona görə o Temunu bəyənmir. Neyniyək? Ta ki seni görənə kadar. Zarina mənə dünən qaz veribdi ki, oxu. Ona görə bugün biraz toqqa verirəm. Belə səs məşq eləyirəm. Ola da bilər ki, oxuyaram. Ay, qızlar. Bu bilirsiniz nədir? Mən yayda gəzirəm axı ölkələri. Saç aksesuarlarını sevirəm. Saçlarım uzun olanda belə taxırsan üstündə. İndi buruqda qısadır, amma uzunun üstündə və düzün üstündə çox gözəl görünür. Belə rəngli. Mən belə kreativ saç aksesuarlarını, ümumiyyətlə aksesuarları sevirəm. Hətta şlyapam da var idi. Hanı şlyapı onu da qoyardım. Mənim günəşim gətirmişdi mənə. Bundan öncəki vlogumda yəqin ki, buradadır arxada, boylanma. Mənim öncəki vlogumda yəqin ki, görmüsünüz. Görün bu donun gözəlliyi. İndi bunu giyinən kimi
Nəinki adi insanlar, hətta müğənnilər də soruşacaq. Hardan almısan? Bir dəfə səhnəyə geyinək. Bu arada Teoverim müğənnilərin səhnədə geyindiyi geyimlərdən mənim də geyimlərim var. Belə. Bu da nəyin göstəricisidir? Zövqümün. Bəli. Niyə də deməyim? Niyə də deməyim? Deyirəm. Yaxşı eləm. Adlarını demirəm ki. Baxın, ona Damaşnikdə. Bunu da Temudan almışam. Görünür, görünmür, bilmirəm. Misirdə hoqqa verirdim bu Vyetnamka ilə. Bu da həmən o Platiyanın Damaşnikidir. Bu mənim şanssız, bəxtsiz darağım. Buradan Samirəyə səslənirəm. Buradan Albinaya səslənirəm. Buradan bir Ülviyyəyə səslənmirəm, çünki Ülviyyə əlini vurmur. Mənim darağıma toxunana bildiz də düt. Qoyuram ora stolumun üstünə. Atdım ucu. Növbəti saç aksesuarım. Bu arada dostlar, siz görsəz ki, mən bu çox qəşəngdir saça. Siz bunları mənim saçımda görəcəksiniz. Hamınız bir-bir yazacaqsınız. Bunu hardan almısan linkini at. Dostlar, bu arada bir söz deyim. Siz bilmirsiniz ki, mən bunu necə, bu videonu, bu vlogu hansı ağır şərtlər altında yazıram. Xalam qızı orada, xalamın gəlini burada. Hamısı startdadılar ki, bir dənə bitsin, məni buradan hop eləyib aparsınlar. Gedirik xalam qızı gilə, ona görə onları gecikdirirəm. Bayaqdan onlar məni gecikdirirdi, indi mən onları gecikdirirəm. Yayın olmazsa olmazı Vyetnamkalarım. Rəngli-rəngli, hər paltara uyğun. Məndən yaxşı alverçi çıxarır. Ay dostlar, buna baxın, buna bayılıram. Buna bayılıram, bunun qaşlarına. Mənə kəndimizin, dayımın gəlini buradadır, o yaxşı bilər. Bir prostoy şahzadədir, şahzada deyirlər. Şahzadəsi var idi. Mənə hamı onu deyir, sən prostoy evdə də, yəni şahzadasan. Niyə? Bu cıncıq-mıncıqları bəyəndiyimə görə. Ta ki seni görənə kadar. Səsini də çıxartmır. Səsini çıxardanmır axı. Kameranı çevirərəm üzünə. Cinslərin köynəyini gətirmişəm. Hərçənd ki, mən yayda şalvar giyinmirəm, giyinə bilmirəm istidə. Amma yenə də hava sərin olanda giyinərəm. Yay axşamlarında giyinə bilərəm. Bu nədir? Qurban olun, bu nədir? Bunu nə deyim vermişəm? Süni saç saxan deyil amma axı mən. Nəsə başqa bir şeydir, süni saç deyil. Hə, hazır şeydir, hörüklər. Saçın üstünə, düz saçlarda istifadə edəcəm. Bəli. Hazır süni hörüklər. Oturub 2 saat saç örməkdənsə çak-çuk cırt-cırtdan taxırıq. Qoysinin gözləri yaşlıdır hal-hazırda. Və yeni saç aksesuarım. Baxın, adi kəndirdir. Saçın içinə hörürsən, istəyirsən hör, istəyirsən tax, hər şey eləyə bilərsən. Bu formada rəngli kəndirdir. Mən bundan elə gözəl prikolkada oynaya bilərsiniz. Elə gözəl aksesuarlar düzəldəcəm. Ağzınız açıq qalacaq. Atmıram, qoyuram qusi. Mən elə də belə panyatkasız biri deyiləm. Paketləri də ora səliqə ilə qoyuram ki, sən qəşəng düzəcəksən. Baxın, bu da tam bir qaynaqlıq, rəngli görürsünüz. Başı da belə işlənib. Qaynağa taxa bilərsiniz belə. Quş südü, can dərmanı, hər şey var bizdə, hər şey. Necə də bilinir ki, mən saç mütəxəssisiyəm. Saç ustası sözü xoşuma gəlmir. Saç mütəxəssisiyəm. Görürsünüz, aksesuarlarım, saça aid elədiyim aksesuarlarım necə qeyri-adidir. Qoya bilərəm bu iki sənədə. Yəni görək burada nələrim var. Salam. O min bir xırdavatdır, düzdür. Onu çıxartmayaq. O barədə danışmayaq. Mənim şortikim bayaqki kepqa ilə baxın. Bəh-bəh, bay-bay dana, bay-bay. Bunu ki giyinib, Antalyanın küçələrində sülənmədin. Odur. Bununla Antalyanın küçələrində beləsinə pozlar vermədinsə, odur. Hələ o kepqanı da qoymaq üstünə. Bu nədir? Bir dənə gözdə görün bu nə. Bir dənə gözdə. Hə, bu o bayaq dediyim. Baxın, my sister did it. Bu da qızımın. O bayaqki my brother did it idi. Bu da my sister did it. Hə, it. Buradan it.
Hə, bu köynəyi də sevdim. Bura səliqə ilə qoyuram. Mən Qusi elə baxma, səliqə ilə. Ki sən də səliqə ilə götür, ora az. Görün nə qəşəngdir. Cins malıdır bunlar, cins malı. Tam bir işqadır. Hə. Görürsən, deyirlər qutar. Mənə tələstirirlər. Baxın, görürsünüz, sizin üçün vlog çəkirəm, mənə tələstirirlər. Bitmir də, çox almışam. Neyniyim axı? Ay Allah, əsl yay giyimi. Oğlumundur, baxın. Şirin, şirin. Ananası da var, nədir, portağalı da var, qarpuzu da var. Yay vibe'ı var burada, yay vibe'ı. Və, yox, son deyil. Bağışlayın, üzr istəyirəm. Qızımın da qarpuzdu, qorpuzdu. Bu da qızımın. Buna şlyapa da olsaydı daha yaxşı olardı. Neysə, mən bir şey tapıb kombin eləyəcəm. Qızım 1-0 öndə dünyaya gəlib ki, mənim kimi anası var. Bəli. Və son, Qusinin gözləri aydın. Kabram, qarpuzlu kabram. Buna gedəcək, indi mənim o sizi buradan məni çəkib sizinlə cağlayan telefonuma belə qoyacam. Şirin-şirin, indidən də qoya bilərəm, bəli. Şirin-şirin kabram. Öpürəm sizi. Növbəti vloglarımızda görüşərik. Bəyənsəniz altından yazın. Bir də temu vurum. Yenə açım. Birlikdə açaq. Neysə ondan. Öpürəm sizi. Sağ olun. Dostlar, sizin üçün Qusinin bunları yığma prosesini çəkirəm. Qusicim. Baxın. Elə burada şak-şak oynayana bax. Xəbəri yoxdur söhbətdən. Və kadr arxası. Onlar açılandan sonra mənim Qusimdən hakikom. Belə. Belə də olur. Çəkirəm ha. Çəkirəm ha. Neysə, sağ olun dostlar. Kanalıma abunə olmağı, like qoymağı, komment yazmağı unutmuruq ki, daha da həvəslənib sizin üçün daha gözəl videolar, vloglar çəkim. Sizə daha gözəl geri dönüm. Bax, xatışın xoşuna gəlibdir. Sən məndən köksən? Gönül güzel. Şirindir. Lağ eləyirlər və görürsünüz. Görürsünüz, qurt qocalanda gülünc olur. Qurt qocalanda Xatışa Qusiyə gülməli olur. Sağ olun. Kanalıma abunə olmağı, like etməyi, videolarımı bəyənməyi, yorum yazmağı, gözəl yorumlar. Gözəl yazmayıb tənqid də eləyə bilərsiniz. Yazmağı unutmayın. Öpürəm, sağ olun, var olun.